Yay tətili uşaqların səbirsizliklə gözlədiyi dövrdür. Uzun dərs ilindən sonra başlayan istirahət günləri onlar üçün həm əyləncə, həm də yeni imkanlar deməkdir. Bəs uşaqlar bu müddətdə vaxtlarını necə keçirir, nələrə üstünlük verirlər? Uşaqlar çoxlu dəniz kənarına gedirlər, bulvara, plyajlara, parklara gedirik gəzməyə, çox yay tapşırığı eləyirik. Hələ ki məktəbdən yeni bitiriblər təhsil ilini də. Ona görə bir balaca o istirahət etməyin həvəsindədirlər, arzusundadılar. Planlayırıq ki, istirahət edək. Kitab müqəddəsdir, kitabdan ayırmaq olmaz. Ona görə də həmişə çalışıram ki, uşaqlar kitabla məşğul olsunlar, kitab oxusunlar. Qəbələdə dincəliblər, 3 günü getmişdilər, dərs oxuyurlar onda. Mütəxəssislər bildirirlər ki, yay tətili uşağın yalnız istirahəti üçün deyil, həm də onun maraqlarını kəşf etməsi, sosial bacarıqlarını artırması üçün yaxşı fürsətdir. Lakin tətilin tamamilə rejimsiz olması da tövsiyə edilmir. Bəzən elə olur ki, valideynlər uşağı yay tətilində daha çox kursa qoyur, daha çox məşğələlərə yönləndirir və yaxud da ki, tam əksinə, uşağın yay tətili demək olar ki, ekran qarşısında keçir, televizor, planşet qarşısında keçir. Təbii ki, bu hər iki uc uşağın bu dönəmi keyfiyyətli keçirməsinə mane olan faktorlardır. Amma bu dönəmin daha səmərəli keçirilməsi üçün çalışmaq lazımdır ki, uşağın yaşıdları ilə ünsiyyətini, yaşıdları ilə təmasını daha da artırmaq, uşağın təbiətdə vaxt keçirməsini dəstəkləmək, təşviq etmək lazımdır. Psixoloqların fikrincə, valideynlər övladlarına öz maraqlarını sınamaq üçün imkan yaratmalıdırlar. Kitab oxumaq, yaradıcılıqla məşğul olmaq, idman etmək və ailə ilə vaxt keçirmək istirahət günlərini daha məhsuldar edə bilər. Uşaqların yay tətilində həm zehni inkişafı, həm də fiziki inkişafı bir-biri ilə əlaqədə, vəhdətdə olmalıdır. Bu nəyə xidmət edir? Bu təbii ki, uşağın sentyabr ayında dərslərə adaptasiyasını rahatlaşdırır. Çünki əgər 3 ay yayı uşaq tamamilə təlimdən uzaq qalarsa, yeni dönəmə, yeni sezonda artıq dərsə adaptasiyası çətinləşir. Müəyyən gün bölgüsü qurulmalıdır və uşaq müəyyən saatlar, dərs saatı ayrılmalıdır. Təbii ki, bu uşağın yaşı burada əsas aparıcıdır. Daha sonra ailənin ümumi hal-hazırki fəaliyyətləri burada aparıcıdır. Hər şey uşağın yaş aralığına uyğun təyin olunmalıdır. İstər dərs, istər ekran, istər də ki, fiziksel oyun. Yay tətili uşaqlar üçün dincəlmək, öyrənmək və yeni təcrübələr qazanmaq üçün bir fürsətdir. Əsas məsələ isə istirahət və şəxsi inkişaf arasında düzgün balansı qurmaqdır.